Yaxşı, üslubiyyat. Üslubiyyat bölməsinə baxalım indi. Dəftərlərinizi çıxarın, lazım olanda yazmaq üçün. Bunları göndərirəm sizə, amma lazım olanda bəzi şeyləri qeyd götürmək üçün dəftərlərinizi hazırlayın. Üslubiyyat dilçiliyin bölmələrindən biridir. Üslublar haqqında olan bölməsidir. Bu üslubiyyat elmi və bu elmdir. Öyrənir üslubları öyrənir. Üslubiyyat elmi üslubları öyrənir. Ki, üslub geniş anlayışdır. Üslubiyyat isə yığcam anlayışdır. Üslubiyyat termindir. Azərbaycan dilinə aid olan bir sözdür. Üslub isə çox işlənir. Məsələn, deyək ki, rəqs etmək üslubu, danışmaq üslubu, nə bilim, geyim üslubu, çox üslublar var. Ki, onların hamısını üslubiyyat öyrənmiş. Üslubiyyat dilçilikdə üslubları öyrənir. Yəni, funksional üslubları öyrənir. Funksional üslublar nədir? Dil vasitələrinə bax, üslubiyyat deyəndə biz nəyə öyrəndik? Üslubları öyrəndik. Hansı geniş anlayışdır? Bu. Bəli, geniş anlayışdır bu. Üslub geniş anlayışdır. İndi biz deyirik ki, üslubiyyat nə öyrənir? Üslubiyyatı öyrənir. Bəs bu üslublarımız hansıdır? Üslubiyyat, deməli, dil vasitələrindən məqsədyönlü istifadə etdikdə, funksional üslublar yaranır. Dil vasitələri nədir? Sözlər, cümlələr, nə bilim mən, səslər, dil vasitələri də. Sizin oxumaq üçün olan vasitələriniz nədir? Kitab, nə bilim mən, planşet, bu sizin vasitələriniz. Bəs dil vasitələri nədir? Bəs dil necə özünü insanlara göstərə bilir? Dil sözlərlə, səslərlə, cümlələrlə özünü insanlara bildirir ki, bax, mən diləm. Dil olmağını bilmərik, yaxı biz necə dildə olur. Deməli, iki cür bu üslubiyyat dil vasitələrindən məqsədyönlü istifadə etdikdə nə yaranır? Funksional üslublar. Funksional üslublar. Dil vasitələrindən fərdi istifadə isə, özünə məxsus istifadə isə yaradır fərdi üslubu. Fərdi üslub. Fərdi üslub funksional üslub deyil. Yəni, funksional üslublara aid deyil. Bu ayrıca bir məsələdir. Onu ayrıca danışacağız. Bəs bu funksional üslublar nə deməkdir? Bax, buna baxın da, funksional. Funksiyası var. Hər üslubun öz funksiyası var. 5 üslubumuz var. 5'inin də hərəsinin öz funksiyası var. İndi yazaq bunları. 1. Bədii üslub. Bədii üslub. 2. Elmi üslub. Elmi üslub. 3. Publisistik üslub. Bəli. Publisistik üslub. 4. Rəsmi işgüzar üslub. Yazaq. Rəsmi işgüzar üslub. Və sonuncu hansı uşaqlar? Məişət üslubu. Bəli. Məişət üslubu. İndi nə dedim? Bax, bəli. Dil vasitələrindən məqsədyönlü istifadə funksional üslubları meydana çıxarır. Məqsədyönlü. Məqsədim var. Mən şairəm, məqsədim var ki, məcazi mənalı sözlərdən istifadə edim. Bax, buradayam bunda. Bu üslubdayam mən. Mənim yaratdığım, mənim yazdıqlarım bədii üslub nümunələri olacaq. Çünki mən seçmişəm, məcaziləri seçmişəm, obrazlı ifadələri seçmişəm. Deyək ki, mən elm adamıyam, mən həkiməm, nə bilim bir aliməm, mən terminləri seçməyə çalışacağım orada. Nə bilim, xüsusi, deyək ki, sözlər, feilin xüsusi şəkillərini seçməliyəm orada. Nə bilim, bəzi sözlər var ki, onları seçməliyəm, izah etmək, aydınlaşdırmaq, aid nə varsa onları seçməliyəm. Yəni, dildə o qədər söz var ki, o hamısını istifadə eləmərik ki biz. Yaxşı, mən deyək ki, jurnalistəm, mən teleaparıcıyam, radio aparıcısıyam, onda mən anlaşıqlı olan sözləri seçəcəm dildən. Hamı üçün anlaşıqlı olan sözləri seçəcəm. Deyək ki, mən bir, deyək ki, rəsmi şəxsəm. Onda mən obrazlı, yəni məcaziliyə yol verməməliyəm. İki cür anlaşılan sözlərə və cümlələrə yol verməməliyəm, istifadə etməməliyəm onlardan aşığımda. Və
Yığcam danışmalıyam. Yığcam konkret, standart formada olmalıdır mənim nitqim. Siz fikir verseniz əgər rəsmi danışıqlar, görürsən ki, bu elə bir seçili bu sözlər. Ən ideal sözlər seçilməlidir orada. Ən ideal. Yəni, hər sözü seçmək olmaz rəsmi üslubda. Keçirəm və deyək ki, mən bunlardan heç biri deyiləm. Mən adi bir insanım özüm üçün. Onda mən gündəlik danışığım üçün deyək ki, rahat başa düşülən sözlər var. Salam, necəsən, nə var, nə yox? O deyəcək, çox sağ ol, yaxşıyam. Bəs sən necəsən? Deməli, bu hal-əhval, diyaloji nitq, diyalog üzərində qurulan nitqim də olacaq məişət üslubuna aid olan. Deməli, mən artıq burada qonşumla danışanda mən termin istifadə eləməməliyəm. Qonşumla danışanda mən məcazi, yəni obrazlı bir ifadə deməli deyiləm. Pis görünür kənardan. Üslub odur. Məqsəd yönlü istifadə. Dildə deyək ki, 50 min söz var. Dildə məsələn deyək, 50 min söz var. O 50 min sözü mən hamısını istifadə eləmirəm ki, özümə uyğun olanları istifadə edirəm. Hal-hazırda mən sizə üslubiyyat bölməsini izah edirəm. Və mənim danışığım, nitqim elmi üslubdadır. Elmi üslubdadır. Yəni, mən hal-hazırda sizlə hal-hazırda tutmuram, obrazlı ifadələrdən istifadə eləmirəm, rəsmi danışmağa çalışmıram, izah etməyə çalışıram. Seçirəm sözləri və izah metoduna aid olanları qruplaşdırıram. İndi mən bu ümumi bir girişdir üslubiyyat mövzusuna. Başa düşdük nədir üslubiyyat? Bir də bu tərəfdə var. Nədir? Fərdi üslub. Fərdi üslub nədir? Adını görünür, fərdi. Hər insanın özünə məxsusluğu var. Deyək ki, şairin özünə məxsus şeir, hər şairin şeir yazır da, şairlərin əksəriyyəti şeir yazır. Onlar fərqlənirlər bir-birindən. Məhəmməd Füzuli üslubu var. Eşq şairi Məhəmməd Füzuli. Mirzə Ələkbər üslub, Sabir üslubu var. Tənqid, satira üslubu. Anladıq mı? Hər şairin, musiqiçilərin də üslubu var. Rəssamların da üslubu var. Daha çox açar sözümüz incəsənət. İncəsənətə aid olan məsələdir bu. Anladıq mı nətər deyirəm? İncəsənətə aid olan məsələdir. Burada imtahanlıq bir şey yoxdur yəni. Mətinlər işləyirik, o bizlikdir yəni. Sadəcə məlumat kimi bilək ki, fərdi üslub, fərdlərin, incəsənətdə olan fərdlərin dili və yaxud da yaradıcılığıdır özünə məxsus şəkildə. Eyni mahnını bir müğənni də oxuyur, digər müğənni. Hərisinin bir üslubu var, məsələn deyil. O fərdi olmağı da göstərməlidir. Keçirik, biz burada dedik ki, dil vasitələrindən məqsəd, yönlü istifadə nə yaradır? Funksional üslublarımızı yaradır. Məqsədimiz olur. İndi tək-tək bunlar nəyin dilidir? Elə belə sürətli keçək, nəyin dili olmağını deyək. Sonra bədii üslubdan davam edək. Təzə verək ki, bədii üslubun nə olmağını baxaq. Bədii üslub bədii əsərlərin dilidir. Sizin xüsusiyyətinizdir ya bu. Ən rahat yadda qalan xüsusiyyətdir bu. Üslubların xüsusiyyəti lazım olacaqsa, ən rahat yadda qalandır. Nəyin dilidir bu üslub? Onu yazın orada. Bədii əsərlərin dilidir. Çox yadda qaldı. Elmi üslub. Deməli, dərsliklərin, monoqrafiyaların, ondan sonra deyək ki, dərsliklərin, monoqrafiyaların, kitabların dilidir. İndi o kadar yadına qalmış, bir de yazıyor ki, kitabların dilidir. Çok tarih. Neyin dilidir üslub? Bu üslub kitabların dilidir. Keçdim bura. Publisistik üslub. Neyin dilidir? Qəzet dilidir, radio dilidir, mətbuat dilidir. Hansı sənin üçün rahatdır, onu yazır. Qəzet dilidir, publisistik üslub, mətbuat dilidir, radio dilidir. Keçdim bura. Rəsmi işgüzar. 2 dənədir burada. Rəsmi və işgüzar sənədlərin dilidir. Bax, burada məsələ sənədin üzərində cəmləşir. Sənədlərin dilidir. İstəyirsən rəsmi işgüzar yazma. Elə belə yaz ki, sənədlərin dilidir. Hara bunun üçün? Xüsusiyyətin biri budur həmişə. Keçdim bura. Gündəlik danışıq dilidir. Qısa formada dedim. Biraz uzun formada deyək ki, dil normalarına tabi olan, ədəbi dilin normalarına tabi olan gündəlik danışıq dilidir. Bu ən ideal yəni onda heç bir. Bir də qısa indi yanına qaldı. Yaz doğru ki, gündəlik danışıq dilidir. İndi qaydırıq bura. Bədii üslub nəyin dilidir? Bədii, əsərlərin dilidir. Aysel, elmi üslub nəyin dilidir? Kitabların dili. Monoqrafiyaların, məqalələrin, belə deyə kitabların dilidir demək yaxşısı. Keçdik, deməli, Aysu, sən deyilən publisistik üslub nəyin dilidir? Qəzetin, radionun, bir də nəyin? Mətbuatın dilidir, düzdür mü? O qəzet də desən yarayır. Yaxşı, sənin adın Ələskər, sən deyilən rəsmi işgüzar üslub nəyin dilidir? Sənədlərin dilidir, bəli.
Hansı sənədlərin? Rəsmi və iştiqlal sənədlərinin dilidir. Yaxşı, keçdik indi nəzrin və məişət üslubu nəyin dilidir? Bəli, gündəlik danışıq dilidir. Bunu bilin yəni, bu vacib məsələdir. Yaxşı, indi biz keçək bədii üslubun qaydalarından mı deyək, nə bilim xüsusiyyətlərindən mi deyək, onun haqqında geniş izahat. Buraya kimi aydın olmayan nə isə var, üslubiyyata giriş elədik və üslubların ümumi nəyin dili olmağına baxdıq. İndi keçək növbəti səhifəyə. Yaxşı, bədii üslub. Bədii üslub. Bədii üslub, onun nəyin dili olmağına baxmalıyıq da biz. Bədii üslub, bədii əsərlərin dilidir. Bədii əsərlərin dilidir. Yaxşı, burada bu açar sözləri, yəni xüsusiyyətləri nədir? Bir sözlük də yazsan kifayət edir. Bəli, və belə yaz, obrazlılıq. Bəli, obrazlılıq. Emosionallıq. Emosionallıq. Obrazlılıq, emosionallıq. Yaz ora, olsun bir xüsusiyyət. Biri yadından çıxıb, birini yaz. Obrazlılıq, düz götürülür. Yəni, Venn diaqramının tərəflərinə birini yaz ora. Bədii üsluba aid olan xüsusiyyət yazmaq istəsən. Nəyin dili olmağı yadından çıxıb. Bu sözlərdən birini yaz ora. Obrazlılıq, nə bilim mən, emosionallıq. Bədii üslub xalq dilinə daha, deyək ki, xalq dilinə yaxındır. Çünki şifahi xalq ədəbiyyatı nümunələri var orada. O şifahi xalq ədəbiyyatı nümunələrini oxuyanda biz görürük ki, orada gündəlik elə bir ki, danışıq kimidir bir, nə bilim, orada xüsusi terminlərdən istifadə olunmayıb, hamıya aydın olan sözlərdən istifadə olunub o şeirin içərisində, o tapmacanın içərisində. Yəni, bədii üslub ümumxalq təfəkkürünün məhsuludur. Belə bir elmi cümləsi var bunun. Ümumxalq. Bütün xalqın təfəkkürünün məhsuludur. Təfəkkür, yəni beyninin məhsuludur. Bir dənə bir özünə atalar sözü çıxarıb, biri tapmaca deyib oradan. Biri nə bilim bir şeir yazıb, biri nağıl nə bilim yazıb özündən, dastan yazıb. Yəni nə bu ümumxalq təfəkkürünün bir formasıdır. Bax bunu deyə bilərik. Ondan sonra digər xüsusiyyətə baxın. Bədii üslubda nə işlənir? Təsvir, təsvir çatma. Ha, bəli, bədii, təsvir, baxacaq və ifadə vasitələri davam edirik. Deməli, ritorik suallar, bax bunda istifadə olunur. Axırda istifadə olunur yazacağım. Davam edəcəm. Ritorik suallar. Yaxşı, bu ritorik sual nədir? Bir adi sual? Hə, bədii sualın bir digər adı ritorik sualdır. Ki, cavab tələb etmir. Ayrılar mı könül candan Azərbaycan, Azərbaycan? Hamı bilir ki, alınmayan bir işdir bu. Yəni, sualın cavabını bilir əksəriyyət. Şair bədiilik yaratmaq məqsədi ilə bu sualı verib. Deməli, o ritorik sualdır. Mətnlərdə də var, indi mən şeir kimi dedim, mətnində də ola bilər ki, məsələn, deyək ki, adam, deyək ki, öz atasına, öz valideyninə cavab qaytararmı heç? Bir hamı bilir, yox, düzgün deyil. Yəni, kobud danışmaq düzgün deyil, yəni. Onun cavabını hamı bilir. Bu, nəyə ehtiyac var demək? Bədiilik yaratmaq üçün deyib onu. Bədiilik yaratmaq üçün o sualdan istifadə edib. O yazıcı mı deyim, o dramaturq deyək, onu istifadə edib. Hə, ritorik suallar, sonra bədii nidalar, bədii nidalar, yəni ki, şeirlərdə istifadə olunan nidalardır ki, müəyyən emosional formada, hiss və həyəcanla deyilmiş, deyək ki, cümlələrdir, şeirlərdir, bədii nidalar. Sonra, bədii kitablardan, başqa qaldı mı? Yox. Kitablardan istifadə edilir, olunur da yaza bilərsiniz. Ehtiyac yox, belə istifadə də yazsam məsələ. Məsələn, yaz onu ki, o qədər yadından çıxıb birini yaz. Və ritorik suallardan istifadə nöqtadır, xüsusiyyətin biri. Anladıq mı? Yəni, bu nədir? Bədii kitab var, bir də adi kitab var. Bədii kitab odur ki, heyvanlara, cansızlara müraciətlər
Bir də görün, Qartala müraciət edib orada şair. O bədii kitabdır. O Qartal orada adi kitab deyil, bədii kitabdır. Hə. Yaxşı, keçdik bədii üslubun ən vacib məsələsinə, bədii təsvir vasitələrinə, bədii ifadə vasitələrinə. Yaxşı, indi bunların hərəsindən dəftərinizdə bir balaca qeyd götürün, mən buraya yazdıqca. Bilənlər yazmasa da olar. İndi, yəni, məsləhət ki yazasınız. 1. Epitet. Epitet. Bədii təyin adlanır, məcazi mənalı təyinlərdir. Təyin bilirik nədir? Təyin. Cümlə özü var, təyin. Sifətin sualına cavab verən cümlə özüdür də bu təyin. Məsələn, deyir ki, qızıl üzük. Necə üzük? Qızıl üzük. Bu qızıl sözü təyindir. Necə sualına cavab verir axı? Bir də var ki, qızıl kəlmələr, qızıl insan. Burada qızıl nə oldu? Məcazi. Məcazi mənada olan təyinlərə nə deyərlər? Epitet deyərlər. Məcazi mənada. Məsələn, deyir ki, deyək ki, məsələn, alma yanak, bəli. Alma yanak, necə yanak? Alma yanak. Düzdür, olmaz ki elə. Birinci tərəfi necə sualına cavab verir və məcazi mənada dözlər. Məsələn, yazır bura ki, gül əllər. Necə əllər? Bu təyindir. Amma məcazi mənada olduğu üçün epitet. İkisi birlikdə nə sayıldı bunlar? Epitet. Hə? Bəli, qızıl günəş. Yəni, ümumiyyətlə tapa bilərsiniz də, çox çıxa bilər qabaqda. Mən indi az gəldi alma. Ki, görünür ki, bir dənə birləşmədir, birinci nötəni söz bəkməsi olur bunlar. Və birinci tərəfi məcazi mənadadır. Onda o epitet adlanır. Yadda qalar bu, epitet nədirsə. Yaxşı. Sonra keçirik, epitet təşbih. Təşbih. Təşbih bənzətmə deməkdir, bəli. İki dənə tərəf olur təşbihdə. Ən vacib məsələ, bənzəyən, bənzədilən tərəfləri var burada. Bənzəyən və bənzədilən. İndi mən iki dənə təşbih yazacağım bura. Deyir ki, məsələn, deyək ki, məsələn, qardaşım, deyək ki, məsələn, günəşdir. Olar, o da olar. O ikinci nümunəsidir artıq. Bu qısacasını yazdım da, mükəmməlini yazdım. Mükəmməl, müfəssəl var bunlarda. Qardaşım günəşdir. Məsələn, mən deyə bilərəm ki, qardaşım günəş kimi, nə bilim, ziyalıdır, nə bilim, kamallıdır, müxtəlif. Bunu mən qısa eləmişəm. Deyir ki, Əli şirdir. Əli. Əslində deyir ki, Əli şir kimi güclüdür, ya məsələ şeylər demək istəyir. Orada iki dənə tərəf var. Bənzəyən, bənzədilənlər. Bənzəyən, bənzədilən. Təşbihimin biri budur. Və yaxud özümdən ən axırına bunu qoya bilirəmsə, rahat metod, ilham ki, yaddasan. Kimidir? Təkidir, qoşmalar. Onda o mənim üçün təşbihdir. Təşbihdir, mükəmməl təşbih deyirlər buna. Lazım deyilsə mükəmməl sözü. Ədəbiyyatçılara lazımdır o mükəmməl təşbih. Yaxşı, bir də var müfəssəl, ətraflı təşbihlər. Yəni, artıq kimidir sözü özü var orada hazır. Məsələn, deyir ki, deyək ki, məsələn, onun, deyək ki, gül kimi əlləri var. Bax, cümlənin içində var. Bənzəyən, deyək ki, bənzədilən, qoşma, əlamət də buralarda olur. Əllər, yəni əlamət edilsin. Yəni, bu kimi artıq varsa, hazır bu cümlənin içində. Sən diqqətli cəlb eləsin, təşbihin biri bu. Ya təki də ola bilər. Başa düşürük mü? Bu təşbihlərdir, təşbih deyirlər buna. Özdə məcazilik olmalıdır. Amma bir də var ki, təşbih nədir? Bənzətmə, özdəki mənanı böyütmək biraz, yəni özündən qüvvətli olana bənzətmək. Özündən qüvvətli olana. Onun deyir, gül kimi əlləri var. Yəni, əlləri, gül biraz da yüksəkdədir. Əl ondan biraz aşağıdadır. Görürsən, kiçik olan böyüyə bənzətilir. Bu təşbihdir. Bir də görürsən ki, əksinə bir şey var. Məsələn, deyir ki, məsələn, Rəsul qarışqa kimi gücsüzdür. Bu başqa məsələdir artıq. Burada özündən böyüyə bənzətməyib və özündə kiçiltmək var əldə. Ona nə deyirlər? Litota, bəli, kiçiltmə. Yəni, o kimini görüb ona sizi aldatmasın o.
Təşbeh nədir? Bir əlamət özündən daha qüvvətli olana bənzədilir. İki dənə də tərəfi var. Bənzəyən, bənzədilən. Yadda qalar, iki cür forması çıxa bilər qalanında. Qısa forması və biraz ətraflı forması qarşınıza çıxa bilər. Üçüncü keçirik bura. Metafor, bəli. Metafor da köçürmə deməkdir. Fərq ondan ibarətdir ki, o da köçürmə, bu da köçürmə. Hər ikisi özündən qüvvətli olanlara köçürmədir. Yəni. Burada metaforda bir tərəf olur, bir tərəf olmur. Tərəf hansıdır uşaqlar? Tərəf nədir ki? Bənzəyən, bənzədilən, düzdürmü? Amma orada biri olur, biri olmur. Məsələn, buraya yazıram ki, məsələn, deyir ki, beləmə, meşə laldır. Bax, belə bir şey, meşə laldır yazmışam. Bu meşə oldu bənzəyən. Düzdür, meşə bənzəyib. Nəyə? İnsan kimi lalda olmalıydı orada. İnsan. İnsana bənzədir. Əslində, insanın xüsusiyyəti olmalıdır orada. İnsan yoxdur. Yoxdur orada. Lal nədir? Əlamət. Düzdürmü? Tərəf deyil ki, yox. Belə olan nümunələrə deyirsiniz metafor. Metafor. Və yaxud da deyir ki, dəniz, məsələn, qəzəblənib. Dəniz qəzəblənmişdir. Burada da həm məsələdir də. İnsana aid olan xüsusiyyət dənizə keçib. Köçürülüb xüsusiyyət. Tərəfin biri var, biri yox. Dəniz var, qəzəblənmək də insana aid olandır, canlılara aid olan məsələdir. Yoxdur orada. Ona nə deyəcəksiniz? Metafor deyəcəksiniz ona. Və yaxud da ki, istiarə də deyirlər buna. Digər adı istiarədir. Belə bir termin də var. İstiarə lazım deyil. Ətrafı məlumat. Çox məlumat. İndi deyir ki, təsvir. Bunlar nəyə aiddir ümumiyyətlə bu yazdıqlar? Bədii üsluba aiddir. Bədiliyi göstərən nümunələrdir. Deyir ki, məsələn, bədii üsluba aid olan cümlələri seç yaz. Nə seçəcəksən orada? Deyir bunların təsvir vasitələrindən birini seç yazları olsun düz. Məcazi mənalı cümlələr seç yazları olsun düz. Başa düşdük nədər? Bədii üsluba aid olan xüsusiyyətlərdir. Keçirik bir digərinə. Metafor yazdıq. İndi yazaq bura. Metonimiya. Əslində lazım deyil bunlar. Metonimiya. Metonimiya ad dəyişmə deməkdir. Ad dəyişmə. Bir əlamətin əvəzinə onun xüsusiyyəti deyilir. Bir əlamətin yerinə, yəni kimisə adının çəkilmək əvəzinə onun xüsusiyyətini deyirsən sən. Ona deyirlər, deməli, ad dəyişmədə adını dəyişdin, xüsusiyyətini adını yerində işlətdin. Məsələn, deyir ki, Dara gözlü də olur. Salon susub məsələn. Deyir ki, salon susub. Əslində adamlar sözünü deməlidir o. Adamlar nəzərdə tutulur. İndi bu metonimiya elə bir şeydir ki, dakılar çəkildisinə istifadə etmək olar və bir də ki, ixtisar, söz ixtisarı varsa, hiss olunur ki, söz ixtisarı var burada. O metonimiyadır sizin üçün. Bədiliyi artırmaq məqsədi ilə var. Məsələn, deyir ki, evə salam deyərsən, məsələn. Belə bir cümlə deyir, kimsə sənə, evə salam deyərsən, görürsən ki, burada ixtisar var. Evə necə salam deyir? Evdəki adamlara, o adam sözü ixtisar edib oradan bir də metonimiya yaradır. Adı dəyişib. Evdə olan adamlar bir də evdəkilər sözünü qoyub. Başa düşürmü? Evə sözünü qoyub belə bir şey ki, adamlara, orada olan adamlara, evə sözünü deyib onun yerinə. O ad dəyişmə deyirlər buna. Məsələn, deyir ki, Bakı, danışır Bakı. Bakı yox. Bakıda olan insanlar ola bilər danışsın. Amerika siyasət yürüdürdü. Amerika yox, Amerikanın insanları, rəhbərləri siyasət yürüdürdü. Bunlar metonimiyalardır. Birdən lazım olardı, yəni sizə mətnlərə görə. Ondan sonra sonuncu olsun simvol. Ədəbiyyatda bunlar genişdir, biz geniş keçəcəyik. Amma burada elə belə qısa deyirəm də. Simvol. Simvoldakı elə bildiyiniz simvoldur, yəni. Qeybimizdə olan simvollar var, məsələn. Alov var orada, odlar yurdu olmanın simvoludur. Göyərçin, nə bilim mən, nə indi? Sülhün simvoludur, tülkü hiləgərliyi, bu bildiyiniz məsələlərdir ki, bu simvol ola bilər də çıxar qabağınıza. Çox yox. Əsas da orada təşbih idi, epitet və metafor. Ən çox onlara fokuslanır. Onlar çox lazımdır. Yaxşı. Bir də var ki, inşallah təsvirləri bitirdik. İfadə vasitələri. İfadə vasitələri. İfadə vasitələri, bax, burada yazaq bilinci ki, təkrir. 2. Sonra yazaq bura mübaliğə. Mübaliğə. 3. Bunlar rahatdır. Litota.
Sonra yazaq bura dördüncüsü bədii kitab. Bədii təzad yazaq. Kitab yox edirsin. Bədii təzad. Bədii təzad. Ondan sonra bədii sual. 5-ci. Bədii sual. Var. İfadelərdə. İfadələrin içində kitab olmalı deyil məncə. Deməli, bədii sual yazdıq, bədii təzad yazdıq, total mübaliğə yazdıq, inversiya. İnversiya. Nasıl qaldı burada? İnversiya yazdıq. Ondan sonra nədir qalmalıdan sıralamalıdır? Neyse, o yazdıqlarımızı qoysun baxaq. Təkrar olunan söz və ifadələrdir. Bir cümlədə eyni sözdən 2 dəfə istifadə olunur. O bilinci təkrirdir. Adına təkrar. Təkrar sözüyle yadda saxlayın. Mübaliğə şişirtmə deməkdir. Yəni, bir məlumat həddən artıq deyir ki, bir dırnaq ilə 1000 dağ qopartmışam. Yəni, bu mübaliğədə şişirdib. Anladıq mı? Yəni, o mübaliğə deyir. Bədii üsluba aid olan xüsusiyyətlər. Mübaliğənin birini tap oradan yaz. Olsun düz. Keçdik litotonun əksi, kiçiltib mənasını. Deyir, üfürsən kişi 3 məyallar aşar. Yəni, o da zəifləyib ki, o qədər yox da, yəni üfürəndə adam, heç bir adam yıxılmaz. Yəni, kiçiltib, gücsüzləşdirib. Deyir ki, qarışqa kimi, nə bilim mən, zəifləmişdir. Qarışqa kimi heç bir adam zəifləyə bilməz. Bədii təzad, əks mənalı sözlər və fikirlərdir bunlar. Bədii təzad. Məsələn, qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Bu bədii təzaddır. Düz gəlmir bir-birinə. Bədii sual da bayaq dediyim kimi, həm də ritorik sual adlanır bu. Cavab tələb etməyən suallardır. İnversiyadakı söz sırasının pozulmağıdır. Xəbərin cümlənin ortasına və əvvəlinə gəlməyidir. İndi davam edək. Biz harada qalmışdıq? Burada nə var? Bədii təsvir vasitələrinə baxdıq tezliklə. Ona bədii üslub olmalıydı. Bədii təsvir və ifadə vasitələrinə istifadə olunur yazdıq. Ondan sonra bu xüsusiyyətlərdir bunlar. Obrazlıq, emosionallıq. Ondan sonra bir digər xüsusiyyət yaza bilərik ki, bunu yazmıram, deyəcəm elə şifa ki, deməli, nə formada özünü göstərir? Bax, bu bədii üslubu mənim qarşıma çıxanda necə biləcəm bədii üslubu? 3 formada özünü göstərə biləcək. Şeir formasında, ona deyirlər şeir dili. Bir də nağıl formasında, nəsr deyirlər ona. Nəsr dili, bir də dialoqlar, dramaturgiya deyirlər, dramaturji deyirlər ona. Və dramaturgiya dili formasında təzahür edir. Təzahür bilsin nədir? Özünü göstərmək. Təzahür edilədir. Sənin deyir, xoş fikirlərin təzahür elədi. Yəni, xoş fikirlərin bilindi, məlum oldu. Bildik mi? Təzahür mənası o deməkdir. İndi bədii üslub neçə formada qabağımıza çıxa bilər? 3 formada. Şeir, nağıl formasında nəsr dili, bir də dramaturgiya dili. Dramaturgiya nədir? Sual cavablar, belə görəcəksiniz də. O dramaturgiya dili deyil. Remarkalar olur orada, ədəbiyyatda var olur. Yaxşı, nə formada təzahür eləməyinə baxdıq. Ondan sonra ən birinci yaranmış üslubdur. Ən qədim üslubdur. Xüsusiyyət kimi yadda saxlaya bilərsiniz. Ən birinci yaranmış üslub, ən bədii üslubdur. Çünki bu bədii ədəbiyyat nümunələr var, şifahi ədəbiyyat nümunələr. Onlar tarixi çox qədimdir, onu bilmirik neçinci əsrdə yaranır. Ona görə deyirik ki, ən qədim üslub bədii üslubdur. Ondan sonra ən sonuncu yaranmış üslubdaki publisistik 1875-də, ən son, ikinci qədəfinə bəli. Yaxşı, bədii üslub bu qədər, yəni onun çox lazım deyil, xüsusiyyətlərini indi siz bir yüngül tez-tez deyək. Nəyin dilidir? Həmişə ona başlayırıq. Bədii əsərlərin dilidir. Ondan sonra nələrdən istifadə olunur orada? Obrazlıq, emosionallıq, bu iki olsun qoy. Sonra məcazilikdir deyə bilərsiniz. Poetik funksiya və yaxud da ki, məcazilik. Deyə bilərsiniz ki, poetik funksiya, söz poetik funksiya daşıyır. Bunu da yaza bilərsiniz, bu da bir xüsusiyyətdir. Ondan sonra nədən istifadə olunur? Bədii təsvir ifadə vasitələri, ritorik suallar, bədii kitablar, bədii nidalar, bədii təzadlardan istifadə olunur və yaxud da istifadə. Yaxşı, sonra nə formada özünü göstərir? Yox, birinci, şeir dili, nəsr dili, dramaturgiya dili formasında nədir? Özünü göstərir də deyə bilərsiniz, təzahür edir də deyə bilərsiniz. Sonra, neçinci üslubdur bu sıralama baxımından? Ona deyilir, ən qədim, ən birinci üslubdur.
və yaxud da ən qədim üslub dedik, bəsləyir. Çox da yəni artırmaq lazım deyil. Bizə xüsusiyyətlər lazım olsun. Təsvir vasitələrindən ən çox hansını yadda saxlamalıyıq? Epitet, təşbih, metafor bizə ən çox lazım olanlardır. Metafor nə idi? Bir də nümunə. Məsələn, deyək ki, sular nəğmə oxuyurdu. Deyək ki, sular nəğmə oxuyurdu. Yəni, dalğalar nəğmə oxuyurdu. Deyiriksə, onda bu nəğmə oxumaq insana aydınlıq xüsusiyyəti suların üzərinə keçib. Deməli, nədir orada? Orada nədən istifadə olunur? Metafordan istifadə olunur. Epitet nətər idi? Birinci tərəfi nə olur uşaqlar? Necə sualına və məcazi mənalı necə sualına cavab verir. Məsələn, gül üz demişdik ora, pambıq əllər demişdik ora, sonra hansını demişdin sən bayaq? Alma yanaq demişdin orada, ay sol. Bunlar nədir? Bunlar epitetlər idi. Bir də təşbihlər var idi ki, kimidir. Bax, o söz elə ki, açar kimi yadınız. Kimidir, təkidir. Ən axır artırılır. Məsələn, deyir ki, o şir kimi güclüdür. Güclüdür, deyir ki, məsələn, deyir ki, gül kimi saralıb solmuşdur. Təşbihdə saralıb solmaq. Gül biraz çoxdur onun saralıb solmağı, yəni tez bir üzə verir. Ona görə xüsusiyyət çoxdur onda. Bu da təşbihin biri. Kimini görürsən, çox, təşbihinin birini götür oradan. Təkini görmürsən, təşbihin birini götür oradan. Ondan sonra keçirik elmi üslub. Elmi üslub. Elmi üslub, bayaq demişdik ki, nəyin dilidir? Hamısı üçün çalışdıq ki, deyək. Elmi üslub nəyin dilidir uşaqlar? Kitabların, monografiyaların, dərsliklərin dilidir. İndi belə yazaq. Sözün funksiyalarının axırda deyərik. 3 dənə funksiya rahat bir şeydir. İnformativ, poetik, bir terminoloji. Termin sıxılığı. Termin sıxılığı. Belə yazsaq da sinir. Yəni, termin sıxılığı var burada. Termin nədir? Elmi sözlər. Düzdür? Termin sıxılığı olur bu üslublar. Ondan sonra bu bir yazaq bura, bu iki yazaq. İki yazaq məntiqilik. Məntiqilik. Ardıcıllıq. Bəli, ardıcıllıq. Dəqiqlik. Başqa qaldı? Aysa konkretlik, dəqiqlik. Hansı yadda saxlımda adı. Dəqiqlik, konkretlik. Konkretlik. Bu üslubun xüsusiyyətli də bunlar. Məntiqilik, dəqiqlik, arzullıq, konkretlik. İstəsən birini yadda saxla. Yaz bir də məntiqilik, bəsləyir. İstəsən hamısını yazırlar, yaxşı olsun. Keçdik üçüncü. Üçüncü yazaq ki, bu üslub üçün məcazi mənaya qətiyyən yer verilmiş. Məcaziliyə, belə yazaq. Məcaziliyə qəti yer verilmir. Məcazi məna olmaz burada. Burada həqiqi məna. Çünki izah edirsən burada neysə. Nə məcazidir? Şeir demirik ki burada. 1, 2, 3, dördüncüsünü yazaq bura ki. Mürəkkəb cümlələr. Mürəkkəb. Burada da deyək, bunun kimi adı deyəcək. Mürəkkəb cümlələr. Mürəkkəb cümlələr. Modal, nədir? Mürəkkəb cümlələr. Modal cümlələr. Yox, məncə, məsələn, hansısa alimdə ispat edir öz fikrini, o modallıq bildirir də, məncə, səncə, məsələn, o izah eləmək var. Məsələn, modal cümlə deyil. Modal cümlələr. O cümlələr. Qrafiklər. Cədvəllər. Sonra düsturlar. Düsturlar. Onu deyəcək, üçüncü etkin deyək. Düsturlar. Düsturlardan, belə deyək. Düsturlardan istifadə. Bu üsluba aiddir də bunlar. Yəni, bu cədvəldən bunlar istifadə edəcək. Sonra 5. Söz terminoloji funksiya daşıyır. Söz terminoloji
Funksiya başlayır. Bir de olsun belə yazın. Məsələn, deyir ki, 1 metr, 1 m. Bədii üslubda var, bədidir. Publisistik üslubda bunların biri, bir hansındadır? Elmidə. Və bayaq dediyi arzu. Kısalmış formada verilir. Yəni, bu ölçü vahidləri var, çəki vahidləri, ölçü vahidləri elmi üslubda belə verilir. Elmi dildə necədir o? 1 metr, 1 m, düzdürmü? 1 kilogram, məsələn, 1 kığı. Onu da əgər necədə yazsa, publisitet 1 kilogram yazacaq onu. Amma burada yox. Kısalmalardan istifadə olunur. Ondan sonra keçirik. Yəni də bunun olmalıdır digər xüsusiyyətlərindən. Nəyin dilidir? Onu yazdım, elə kifayət deyil onu. Biz demişdik, elə kitabların, dərsliklərin, monografiyaların, nə bilim mən, monografiyaların, jurnalların dilidir. Bunlar onu yazmadım da, o nəyin dili, onu da yazmışdım. Elmini yekunlaşdırdıq. Elmi üslub bu qədər. Elmi üslubda qətiyyən nəyə yer verilmiş? Məcaziliyə. Bəli, emosionallıq, deməli, məcazilik qətiyyən olmur burada. Ondan sonra elmi üslubda nəyin sıxlığı müşahidə olunur? Termin sıxlığı müşahidə olunur. Elmi üsluba ardıcıl olaraq bir-iki söz kim deyə bilər? Xüsusiyyət kimi. Dəqiqlik, məntiqilik, ardıcıllıq, sonra yığcamlılıq. Yığcamlılıq demək. Çünki o aiddir, rəsmiyə aid olan məsələ deyil, o səhvləri sonra. Məntiqilik, yığcamlılıq demək. Məntiqilik, dəqiqlik, konkretlik, ardıcıllıq. Bunlar dedik, bəsləyir. Sonra bir dənə də düzmüşdük arada burada. Şərh etmə, izah etmə, sonra onları da əlavə edə bilərik ora. Modal cümlələr. Sonra nə demişdim bir dənə? Mürəkkəb cümlələr, modal cümlələr, cədvəllər, düstur, qrafiklərdən istifadə. Hara aiddir? Elmiyə aiddir, bayandırmışdık. Sonra nə qaldı orada? Fikir bir mənalı olur. Məcaziliyə yol verilmir, bir cür anlaşılan söz. Necə? Başa düşmədim bunu. Və bu, məsələn, bu metr. Əgər biz elmi üslubda yazmaq istəyiriksə, metr sözü, m yazılır. Nətə yazırlar bunu? Belə yazırlar, m. Bəlkə mən riyaziyyatım biraz zəifliyim, riyazi bacarım, savadım biraz azdır. Bu riyaziyyatda, elmi dildə necə yazılır? M-la. Düzdür? Elmi üslubda əgər yazırsanız, bu yazdığım elmi üslub nümunəsidir. Bir də mən belə yazırım, metr. O elmi üslubda deyil artıq. O nümunə elmi üsluba aid deyil. Elmi üslubda yığcanlıq var da, o nətər deyirlər? İxtisarlar var orada, ixtisarlar. Keçdik neçəyə? Publisistik. Bizim imtihanda 2 dənə mətnimiz olur. İstəyir 9, istəyir 11, fərq eləmir. Biri bədii, biri publisistik. Bunların ən çox həmişə birinci bədii üslub olur. Amma həmişə dəyişə də bilər. Bir də görürsən, birinci publisistik verdi, sonra bədii verdi. İndi biz bədii üslubu necə biləcəyik? İndi publisistik keçməmişdən qabaq. Bizim oxuduğumuz mətndə süjet varsa, nağıl kimi, hekayə kimi bir mətndirsə, o bədii üslubdadır. Bax, oxuduğumuz mətn nağıl, hekayə kimi bir mətndirsə, o 100% bədii üslubdadır artıq. Başa düşdükmü? Süjet var da, hadisələr inkişaf edir, kiminsə başına nəsə iş gəlir, nə bilim, nə olur, nə olmur. Ona nə deyirlər? Ona deyirlər ki, bədii üslub nümunəsi. İndi publisistik yazır. Az qalır. Ən çox bədii üslubdadır məsələlər edir. Publisistik üslub. Müxtəlif mövqe və maraqları əks etdirir. Müxtəlif mövqe və maraqları əks etdirmək məsələsi buna aiddir. Müxtəlif insanların mövqeyini və maraqlarını əks etdirir bu. Çünki bu mətbuat dilidir. Hər şey göstərməlidir bu. Bax, məsələn deyək ki, şair olan da xəbərlər proqramına baxmalıdır. Nə bilim mən, alim də xəbərlər proqramına baxır. Adi adamlar da xəbərlər, müxtəlif mövqeyi və maraqlarımız var. Onları əks etdirən o publisistikdə cəm olur, yəni onu demək istəyir.
Akşam gəlirsən, xəbərlər açırsan, hamı yuxuda publisistik üslub. Yəni belə də deyə bilərsiniz ki, bütün üslub nümayəndələri publisistik üslubda birləşir, cəm olur. Publisistik üslubda yox. Məsələn deyək ki, məişət üslubunda ola bilər, olmaya bilər. Məişət üslubunda məsələn deyək ki, ona əsas publisistikə deyirik ki, müxtəlif növbələr var və cəm olur üslub. Bütün hamısı burada bir-birini. Hə, ondan sonra keçdik bunun xüsusiyyətlərinə. 1. Yazılı şifahi. Ay sol, yazılı şifahi olmaq. Yazarlar. Yazılı və şifahi formada olur. Ay solar düzəcək orada. Formada olur. Yəni bu üslub iki cür olur. Yazılı ya da şifahi formada ola bilər. Yazılısı deyək bunun nə ola bilər? Qəzetlər ola bilər, jurnallar ola bilər. Müasir dövrdür, məsələn, sosial şəbəkələr var, Facebookdur, məsələn, bunlar Twitterdir, hə, Instagramdır, məsələn, orada yazılıdır da, bəziləri məsələn yazırsan. Hə? Radiodur, bu sosial şəbəkələrin yazılı məlumatlar da ola bilir. Şifahi də ola bilər. İndi qəzet oxuyan yoxdur, məsələn, indiki dövrdə. Yoxdur, var ya bəlkə də tək-tək az da. Nə əvəzləyir onu? Facebook əvəzləyir o qəzet. İndiki müasir qəzet Facebook. Yəni, bütün xəbərlər, hər şey var orada. Hə, yaxşı, şifahi nə olacaq? Televiziya, radio, bir də yığıncaqlarda ki, danışır, kimsə çıxış edir tədbirlərdə. Hə, məktəb direktoru məsələn danışır, hə, o adam deyir ki, şifahi publisistik üslub nümunəsində istifadə edir. Publisistikanın əsası 1875-ci ildə, bu şifahi məlumatlar deyil, 1875-ci ildə, hansı ayda? Tarixçilər deyəcək indi. 22 iyulda əsası qoyulur. Düzdür? Kim tərəfindən? Həsən bəy Zərdabi tərəfindən. İndi indi başlayacaq dərslərimizdə, tarix dərslərimizdə. Deməli, 1875-ci il 22 iyulda bu üslubun əsası qoyulub Əkinçi qəzeti ilə. Hər il 22 iyulda Azərbaycanda mətbuat günü kimi qeyd olunur. Yəni, onunla bağlıdır, mətbuat günü. Ondan sonra keçək xüsusiyyətlərimizə. Nə dedik burada? Aydınlıq. Bəli. Aydınlıq. Xalq dilinə yaxınlıq, aydınlıq, anlaşıqlıq. Təsirlik ola bilər. Anlaşıqlıq. Xalq dilinə yaxınlıq. Təsirlilik. Nə qaldı burada bir yazılaşır? Kütləvilik. Kütləvilik. Bu üslubun açar sözləridir. Yəni, istifadə edə bilərsiniz. Kütləvilik. Yəni, üslubun xüsusiyyətini yazırsan, bir dənə yaz kütləvilik orada. Olsun yaxşı, düz. Yaz orada ki, məsələn, aydınlıq. Olsun düz. Üçüncü xüsusiyyət. Yəni ki, bu o demək ki, bu üslub nümunəsi hər kəsə aydın olmalıdır orada yazılan məlumat. Anlaşıqlı olmalıdır orada yazılan məlumat. Sonra xalq dilinə yaxın olmalıdır. Yəni, adi adamların dilinə də yaxın olmalıdır ki, onu oxuyanda cəlb eləyə bilsin o məlumat onu. Yoxsa elmi dildə yox da. Sonra nədir burada? Təsirli, yəni orada oxuduğunu təsirlənə bilsin də, bir emosiya ötürsün o adama. Yəni, belə oxumasın da, bezəcək sonra baxmayacaq. Xəbərləri bir dəfə baxacaq, ikinci dəfə baxmayacaq. Təsirlənə bilmədi axı o adam. Yaxşı, üçüncü xüsusiyyətimizə keçək. Deməli, publisistik üslubu. Kütləvi. Hansı üslub? Deməli, elmi, bədii, bir də rəsmi. Publisistik dil. Onların üç forması var. Kütləvi və analitik bir hansı idi? Təsviri və analitik şərhlər olur burada. Şərhlər, izahlar. İndi biz bura nə yazırıq? Anlaşıqlıq yazmışıq, kütləvilik yazmışıq. Yadına çıxdı deyəcəyim burada xüsusiyyət idi. Publisistik üslub yazılı və şifahi yazmışıq. Aydınlıq. Deməli. Sən deyən yazaq. Kütləvi. Analitik. Analitik və necə şərhlər idi? Təsviri şərhlərdən istifadə. Yəni, dördüncü publisistik üsluba lazımdır bizə, deməli, anlaşılır. Kütləvi
kitabların dilidir. Bax, neyin dilidir? Deməli, mətbuat, bunu düzəcək belə. Mətbuat, radio, televiziya, sonra kütləvi, elmi kütləvi. Kütləvi kitabların dilidir. Bu kitabların dilidir. İndi mən bunu nə yazdım? Testlər işləyəcəksiniz. Biri var kitabların dili, biri var elmi kütləvi kitabların dili. Kitabların dili olanda nə olurdu? Elmi üslub olur. Bu kütləvi var, elmi kütləvi kitablardır. Bu publisistik üslubun xüsusiyyətidir. Nəyə əks etdirir bu? Müxtəlif mövqe və maraqları əks etdirmək. Bunu da yaza bilərsiniz xüsusiyyət kimi. O xüsusiyyət çox olur daha yazdıqca da. İndi deyirik də, ən az 3 dənə yadda olsun həmişə. Ən az 3 dənə xüsusiyyət yadınızda olsun. İstənilən vaxt soruşanda onları biləsiniz gərək sizə o 3 xüsusiyyəti. Yəni soruşanda nədir ki, mətnlər yazırsınız, tez-tez rast gələcəksiniz. Bilməyində, yəni 5 balınızı əgər ki, ixtisar edirsiniz, əgər bunları bilməsəniz. 3 dənə cümlə də hərəsinə aid, 2 dənə cümlə yadda saxlamaq olar məncə. Yaxşı, keçdik digər üsluba. Digər üslubumuz hansı olsun? Rəsmi üslub. Rəsmi işgüzar üslub. Rəsmi işgüzar üslub. Bax, xüsusiyyətlərini yazaq. Standart. Standart. Forma. Yığcamlıq. Yığcamlıq. Bax, belə şeylə yaza bilərsiniz. Sonra deyirik bura ki, məcaziliyə qətiyyən yer verilmir. Şablon da deyilərsiniz oralarda, standart yəni şablon. Məcazili. Nə? Şifahi olmur. Şifahi yazılır, şifahi bir dənə oldu. Şifahi, burada şifahi olmur demirik, mübahisəli məsələdir. Bilirsiniz nə üçün? Çünki hansı prezidentin çıxışı, onu demirik, onu istifadə eləmirik o xüsusiyyətdən. Bir dənə publisistik üslubcu sırf qabardırıq, onu yazdığı şifahi forması olur. Yəni. Əslində baxanda bütün üslubların, yox, bütün deyən məişətin yazısı yoxdur. Yığcamdır, onlar yazacaq xüsusiyyət kimi. Məcaziliyə yer verilmir. Qətiyyən yer verilmir. Qətiyyən yer verilmir. Çünki sənəddə axı, sənəddə necə məcazilik olsun ki? Arayışamısan məcazi mənalı sözlərlə istifadə edib. Nə bilim mən, meşə deyək ki, laldır, belə şeylər yazır, nə olmaz, elə ki, o sənəddə axı. Sonraki xüsusiyyət. Deyir ki, lüğət tərkibi, bəli, lüğət tərkibi, yığcam, sintaksisi, məhduddur. Lüğət tərkibi yığcam, bu nə demək? O qədər söz var ki, onların hamısını istifadə eləmək olmaz dildə. Seçirik o sözlərdən, yaxşılarını seçirik bu üslub üçün. Sənəd, konstitusiya. Konstitusiya oxuyanda orada görürsünüz sözlər xüsusi seçilib yazılır orada. Dəqiq olmalıdır o sözlər. İki cür əgər iki məna verirsə söz, olmaz. O qüsurlu sayılır. O sənəd qüsurlu sənəddir onda. İki cür anlaşılan şey var orada. Cümlə var ya söz var orada. Lüğət tərkibi yığcam. Yəni ki, lüğət tərkibi sözləri azdır. Əgər dildə 50.000 söz varsa, rəsmi üslubda 4.000 söz var. Məsələn deyirəm, bu müqayisə üçün ki, gör nə qədər fərq var. Əgər dildə 50.000 söz varsa, onun deyək ki, məsələn, 38.000-i bədii üslubdadır. Publisistik üslubdadır. Çox hamısında. Bunun yığcamdır. Yəni azdır bunun sözləri. Sintaksisi məhduddur. Nə deməkdir? Cümlə. Cümlə demək. Sintaksis cümlə deməkdir. Yəni, bu bizim cümlələrimizdə feilin iki şəklindən istifadə edə bilmərik. Lazım və arzudan istifadə eləməyəcək. O da məhduddur da, artıq məhdudiyyət yaratır da. Məhdudiyyət yaratır. Yəni, hər istədiyim cümləni yaza bilmərəm. Arzu şəklində A-ə. Oxuya, yaza, görə, bilə, belə sözləri mən istifadə edə bilmərəm. Rəsmi işgüzar üslubda. O birisi hansı idi?
lazım ası əsi, düzdürmü? Oxuyasıdır, danışasıdır. Bu işlər vaxtında görüləsidir. Bu belə qanun olmaz ki, qanun nədir? Əmr. Əmr kimi verir, düzdür? Olunmalıdır, olunsun. Ən çox bu elə olur. Xəbər şəklində də olur, sonra şərt şəklində də olur. Ondan sonra necə? Şəxsiz cümlələr. Şəxsiz cümlələrdən istifadə olan cümlələr idi. Şəxsiz növdə olan feillər, şəxsiz cümlələr. Sadə cümlənin şəxsi növləri idi. Şəxsiz cümlələrdən istifadə olunur. O da xüsusiyyətimidir. Lüğət tərkibi yığılacaq, sintaksi məhduddur. Ondan sonra bir dənə burada cümlə var. Biraz qəribədir o xüsusiyyəti. Yadda saxlasanız yaxşı olar. Deyək ki, deməli, lüğət tərkibi lüğət tərkibi yox. Bu cümlə konstruksiyaları var, onu deyirəm. Əski cümlə konstruksiyaları uzun zaman mühafizə olunur. Onu yazıram. Əski cümlə, onu izah edəcəm, cümlə konstruksiyaları uzun zaman mühafizə edilir, qorunur. Mühafizə edilir. Bu nədir? Deməli, bu üslub dövlətçiliklə bağlıdır. Rəsmi iqtidar üslubu. Dövlətçilik də Səfəvi dövləti. Səfəvi dövləti bir dövlət olub və başqa dövlətlərlə yazışmaları da olub. Həmin dövrün, deyək ki, cümlə quruluşunu biz orada arxivlərdən tapa bilərik. Yəni, əski cümlə konstruksiyaları, konstruksiya quruluş deməkdir. Neçinci əsr olub Səfəvilər? 16-cı əsrdə necə danışıb Azərbaycan, necə olub, necə cümlələrdən istifadə olub? Hardan öyrənə bilərəm? Arxivlərdən gedərik, nə bilim mən, muzeylərdə gedib görərik ki, bax, sənədi saxlayır məsələn, yazışmanı. Hansısa dövlətlə, Səfəvi dövlətinin başçısının yazışması var, məktublaşması var. Necə cümlələr var burada o vaxtda? Onun hardan rəsmi iqtidar üslubda olur o qorunmalar. Bu xüsusiyyətdir, ya, bunu siz deyə bilərsiniz, siz deyir, rahatlar da var yuxarıda. Bitdi bu. Yəni, çox uzatmıyor. Deyək ki, qısa və yığcan formasında olsa, daha yaxşı olar. Standart forma, yığcamlıq olur burada. Elə standart forma yazının yaxşı xüsusiyyətdir. Nəyin dilidir, onu yazmamışam. O xüsusiyyətdir ya, hamısı. Heç nə yadına düşməyəndə olar, ən azı olar. Nəyin dilidir bu? Sənədlərin dilidir. İndi rəsmi və iqtidar sənədlərin dilidir, deyə bilərsiniz. Keçdik sonuncu üslubumuza. Sonuncu, məişət, bəli. Məişət üslubu. Məişət üslubu var adına bax, məişət. Gündəlik danışıq dilidir. Onu yazmaq xüsusiyyət, onu bayaq demişim, gündəlik danışıq dilidir. Yazırıq ki, yalnız nə olur? Yalnız kifayət formada olur. Kifayət formada olur. Yəni yazılısı yoxdur da bunun. Gündəlik danışıq dilidir. Yaxşı, biz bunu hardan bilək? Bu şifahi formada olan nədir? Nətər deyim, bu mətn verir mənə balaca. Bu çərçivə mətni kimi verir. Bəli, xüsusiyyətlər. Bu, nümunə kimi necə biləcəyik ki, bu bədii deyil, məişətdir. Orada da var axı, dialoji nitq. Bədidə də var, dialoji nitq. Dramaturji dil var orada. Dialoji nitq ən çox bundadır düzdür. Mən necə biləcəm? Bax, buna deyirəm şifahi. Əgər mənim üçün çərçivə mətni transkripsiyada verilibsə, onda o mənim üçün məişət üslubunda olan nümunədir. Transkripsiyada verilmişsə yazılıdır da bu. Tələffüz formasındadırsa mətn, tələffüz formasında sözlər. Uşaq kimi yazılıb, nə bilim, verilir orada. Amma biləcəksən, bu məişət üslubundadır bu nümunə. Anladıq mı nətər? Ondan sonra keçirik bir digər xüsusiyyət. Təbiilik, sərbəstlik, konkretlik, konkretlik var? Yox. Xalq dilinə yaxınlıq. Təbiilik, sərbəstlik, xalq dilinə yaxınlıq. Xalq dilinə yaxınlıq. Sonra
Təbiilik sərbəstliyi dedik bunu. Ondan sonra dialoji nitq. Dialoji nitq əsasdır. Yəni ki, bu məişət dildə tək başına danışmayacağım ki, kimləsə danışmalıyam. Dialoji nitq əsasdır burada. Kimləsə danışmalıyam yəni. Onu demək istəyir. Ondan sonra sonuncusu təbiilik. Bu biraz uzun cümlədir, ən axıra saxlamışıq. Siz yadda saxlayırsınız yox. Təbiilik, sərbəstlik əsas olsa da, ədəbi dil normalarına tabi olur. Bu bütün üslublara aiddir. Buna da xüsusiyyət kimi də deyirik buna. Əslində bu birinci üslub. Buna aiddir. Onun şeydir bu. Təbiilik və sərbəstlik. Buyur. Üslublar Ya deyəcək oxşarlıq, üslubların oxşarlığı, o lazımdır bizə. Təbiilik və sərbəstlik əsas olsa da nə deyirlər? Ədəbi dil normalarına tabidir. Ədəbi dil normalarına tabidir. İndi biz bütün üslubların xüsusiyyətini öyrənmişik. Yəni, qeyd eləmişik. Bu da məişət üslubumdur. İndi oxşarlığa baxacaq. Vendiyer. Fonksiyonal üslublardır. Ədəbi dil normalarına tabi olurlar. Yazarıq oradakı uşaqlar. Ədəbi dili təşkil edirlər. Bəli, ədəbi dili formalaşdırırlar deyirlər. Yaxşı, keçək o dediyimizi yazaq. Oradakı deməli, oxşarlıq. O üslubların oxşarlığı ya, siz elə yazın. Oxşarlıq. 1. Fonksiyonal üslublardır. 2. Ədəbi dil normalarına tabi olurlar. Ədəbi dil normalarına tabi olurlar. Sonra 3. 3 neydi? Ədəbi dili formalaşdırırlar. Yani bu da təşkil edirlər. Ya da təşkil edilir. Bu bizim bax belə verir. Venn diaqramı verilib, bax burada. Birinci mətin, ikinci mətin, bu olsun əsas mətin, bax burada. Əsas mətin. Bu da olsun çərçivə mətni. Çərçivə mətni. Yəni, bax, əsas mətnimiz hansıdır? Məsələn deyək də. Əsas hansı ola bilər? İkisində də. Düzdür, ya bədii, ya publisistik. Deyək ki, publisistik, ya bədii. Publisistik deyək, məsələn. Aydınlıq, anlaşıqlıq yazdım bura. Keçdim bura, buraya. Çərçivə mətni nətə? Məişətdir deyək. Məişət nə yazır? Təbiilik, sərbəstlik də yazdım olaraq. Keçdim bura. Bura nəsə yazmalısan axı, tam. Deyək bunlar. Hansını istəyən yaz. Funksional üslublardır. Ədəbi dil normalarına tabi olurlar. Ədəbi dili formalaşdırırlar. Biri. Sayın demir axı sanki neçədən yaz. Ən azı deyirsən, bəli, ən azı ikisini qeyd edən, tələb qoyubsan. Çünki tələbi ödəmək lazımdır, yerinə yetirmək lazımdır. Nə qədər çox yazsan o qədər yaxşı, amma çox yazdıqca da səhv eləməyin. Çox yazdıqca da arada bir səhv cümlə də gedir ortaya. Yəni ki, konkret sualın cavabını yazmaq lazımdır. Nala vurmaq lazım deyil də. Adam var, sual nə verir ona, o nə yazır. Dolaşdırır, bir şey yazır, mətnindən keçir yazır ora. Bunun aidiyyəti var ki, məsələ edir. Sual nə verir, bunu verir. Məsələn, deyir ki, münasibətinizi ifadə eləyin, məsələn. Münasibətinizi ifadə eləyin də filan obraza. Adamdır da mətndə. Məsələn, Həsən obrazına öz münasibətinizi, məsələn, 4 cümlə ilə ifadə eləyin. Bu, deyir, münasibətinizi ifadə eləyin, oturub Həsənin elədiyi işlərdən yazır ora, mətnindən köçürür. Olmur axı, o səhv gedir də elə ki. Yəni, sən öz fikrini bildirməsən, Həsənin ki, necədir, müsbət obrazdır, mənfi obrazdır. Biz üslubları
xüsusiyyətlərini keçdik, öyrəndik. İndi isə biraz təkrar eləyə bilərik. Bunu saxlayaq.